Salam, mənim xəyallarımın ardınca verilişimin daimi və sevimli izləyiciləri. Sizləri yenidən xəyallarımın ardınca verilişimin növbəti buraxılışından salamlayıram. Avropa-Azərbaycan Mərkəzi və eyni zamanda Muğam Təşkilatı birlikdə gözəl bir təşəbbüs irəli sürərək Almaniyada gözəl bir muğam konserti təşkil ediblər və mən də bunu bir azərbaycanlı olaraq özümə borc bildiyim bu gün gəlib həmin vaxt bu konserti çəkib sizlərə göstərəcəm. Doğrudan da çox qürur verici bir haldır. Qərib ölkədə Azərbaycan musiqisini təbliğ eləmək, göstərmək və eyni zamanda tədbirin sonunda da Azərbaycan mətbəxinin ləziz təamları, şirniyyatları təqdim olunacaq. Belə bir konsert zalı da yavaş-yavaş üzü zala doğru gedirik. Zalımız budur. Səmanın sədaları. Əziz dostlar, xoş gəlmişsiniz. Sizi Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş bugünkü konsertinə səmimi qəlbdən salamlayıram və hər birinizə bir daha xoş gəldiniz. Qonaqların arasında həmçinin Azərbaycandan gələn qonaqlarımız var. Çox sağ olsunlar ki, bizim dəvətimizi qəbul edib bizimlə bu axşamı keçirəcəklər. Və bir daha Azərbaycandan gələn diasporalar iş üzrə Dövlət Komitəsinin sədri başda Fuad Muradov olmaqla bütün onların əməkdaşlarını salamlayıram və ilk sözü Fuad Muradova vermək istəyirəm. Buyurun, Fuad müəllim, sizin. Axşamınız xeyir, əziz dostlar, qohumlar, cancigərlər, bu dəvəti qəbul edib bura gələn insanlar. Mən çox şadam ki, bu günləri, bazar günündə siz vaxt ayırıb Azərbaycan üçün vacib olan bu gündə, bu günlərə həsr olunmuş tədbirə gəlmişsiniz. Səbinə xanıma təşəkkür eləmək istəyirəm. Azərbaycan dövlətinin marağı və Cənab Prezidentimizə tapşırıq ondan ibarətdir ki, bizim soydaşlarımız bütün məsələlərdə birlikdə olsun. İstər bayram günlərində, istər bizim 44 günlük müharibə zamanında bu bölgə çox fəal idi. Biz sizdən nə gözləyirik? Biz sizdən gözləyirik ki, sizin canınız sağ olsun. İşləriniz avan olsun. Çünki nə qədər sizin işiniz yaxşı olsa, nə qədər siz yaxşı istəyirsə, bizə də o qədər yaxşı. Biz öz dövləmizdə diaspora komitəsi olaraq hər zaman sizi dəstəkləməyə hazırıq. İndi isə kiçik bir film çarxına baxacağıq. Ondan sonra axşamımız davam edəcək. Biz Azərbaycanda ictimai sabitlik yarattık. Əmin-amanlıq yarattık. Bu bizim böyük nailiyyətimizdir. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəm. Və heç bir şey məni qorxutmur. Heç bir şeydə məni çəkindirmir. Və mən bütün bu təbliğatların, depurların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qoruyacaq. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim gözümlə, mənim evlatlarımla müstəqil Azərbaycanın yaşaması yolunda kurban olmağa hazırım. İndi isə səhnəyə Azərbaycan Əsnaf Alyansının sədri Altay bəyi dəvət etmək istəyirəm. Bugün burada Düsseldorf şəhərində Azərbaycan xalqının tarixində xüsusi yer olan Milli Qurtuluş Günü böyük qürur və ehtiramla qeyd edirik. Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin önəmli səhifələrindən biridir. Bugün Azərbaycan dövlətçiliyi xilasının, xalqımızın sabitliyə, birliyə və inkişaf yoluna qədəm qoymasının simvoludur. Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizi ağır siyasi böhrandan xilas etdi. Məhz həmin tarixi dönüş nöqtəsindən sonra Azərbaycanda
sabitliyin, qanunaliliyinin və dövlət quruculuğunun möhkəm təməl atıldı. Bugün biz xaricdə yaşayan Azərbaycanlılar olaraq bu tarixi sadəcə yad etmirik. Biz eyni zamanda onun verdiyi dərsləri və milli birliyimizin əhəmiyyətini dərindən dərk edirik. Çox uzatmaq istəmirəm, bilirəm ki, sizləriniz bura Səbinə xanımın təşkil etdiyi gözəl musiqiləri dinləməyə gəlmişsiniz. Ona görə söz Səbinə xanıma verirəm, təşəkkür edirəm. İlk fortepiano ilə mən sizin üçün Preludiya və Azərbaycan xalq mahnısı Laçını ifa edəcəm.
Gönlüm açılmayır bugün nedendir? Yaman günde dost elinden bertapır dünyanın hevesi geçip gidendir. Dünyanın hevesi geçip gidendir. Pencereden taş gelir ay berbat berbat. Pencereden taş gelir ay berbat berbat. Kuma gözden yaş gelir ay berbat berbat. Kuma gözden yaş gelir ay berbat berbat. Seni bana verseler ay berbat berbat. Seni bana verseler ay berbat berbat. Her görene hoş gelir ay berbat berbat. Her görene hoş gelir ay berbat berbat. Berbat ay berbat berbat ay berbat berbat ay berbat berbat. Sen de tek şemelim adıma düştün. Nazen de sevgilim yadıma düştün. Sen de tek şemelim adıma düştün. Nazen de sevgilim yadıma düştün. Büfemizdə Azərbaycan şirniyyatları bir-iki təşəkkür edirəm. Konsertin dediyim kimi rəsmi tərəfi bitdikdən sonra bax belə qonaqlar üçün atışdırmalı bir şeylər hazırlanılıb. Bax belə bir dənə şirniyyatdır. Çox sağ olun. Bilmirəm nədir. Bizim şirniyyat deyil deyəsən. Bir test eləyək görək. Pendirli bir şeydir, maraqlıdır. Test elədik, maraqlıydı. Demək, dəyərli dostlar, tədbirdə gələn qonaqlar arasında bizim dəyərli soydaşımız hər zaman Almaniyada öz xeyirxahlığı ilə seçilən Rəna xanım da aramızdadır. İstədiyi onun da fikirlərini, tədbirlə bağlı onun fikirlərini eşitək. Rəna xanım, xoş gördük sizlər, necəsiniz? Hoş gördük, yaxşı, siz necəsiniz?
Sizə də təşəkkür edirəm bu tədbirə gəlib iştirak elədiyiniz üçün. İstəyirik kiçik bir tədbirlə bağlı fikirlərinizi alaq sizin də. Çox gözəl, tədbirimiz çox gözəl keçdi. Azərbaycanlılar hamımız bir yerdə idi, yəni çox gözəl idi. Yəni məmnun qaldınız. Çox məmnun qaldım. Biz də sizə təşəkkür edirik. Çox sağ ol deyirik. Bax yenə tədbirimiz davam edir. Minnətdarıq sizə. Çox sağ olun. Dəyərli dostlar, tədbirimizdə o gözəl ifaları ilə bizləri feyziyab edən gözəl səs və gənc ifaçımız Sadıq bəy hal-hazırda bizim kamera önümüzdə bizə kiçik bir intervyu verəcək. Salam, hər birinizi xoş gördük. Şad oldum sizləri görməyə, şad oldum. Bugün yenə də bizim həmyerlilərimizlə bərabər gözəl bir konserti bölüşdük. Sizlərin qarşısında çıxış eləməyə mənə həm qürurdur, həm özümü çox xoş hiss eləyirəm səhnədə. Çünki öz həmvətənlərim üçün ifa eləyirəm. Mən də sizə təşəkkür edirəm. Bir sıra belə Azərbaycan diasporasının Avropada təşkil etdiyi, bu qonşu ölkələrdə təşkil etdiyi konsertlərdə sərasər çıxışlar eləyirik bərabər. Həm mən özüm, həm də musiqisi dostlarımızla bərabər. Çox xoşdur. Tədbir çox gözəl keçdi. Mən də öz növbəmdə təşkilatçılara, Səbinə xanıma dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, bu konsertdə əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm və təbii ki, yenə də təkrar olmasın. Çox xoş idi ki, mən yenə də burada həmvətənlərimin qarşısında çıxış elədim və ümid eləyirəm ki, hər kəsin yəni zövqünü oxşaya bildik. Nə qədər də olsa. Hal-hazırda kamera önündə Azərbaycan-Alman cəmiyyətinin sədri və eyni zamanda özü də gözəl piano ifaçısıdır və eyni zamanda tədbirin təşkilatçılarından biri dəyərli Səbinə xanım qarşımızdadır. Biz sizə çox sağ ol deyirik, təşəkkür edirik bu gözəl tədbirdən dolayı. Birincisi, hər kəsə təşəkkür edirəm ki, bugünkü bu həmişə sizin də soruşdunuz ki, sizə kim kömək edir? Bütün bura gələnlər demək olar ki, mənim köməkçimdir. Çünki adicə gəlib bu bir stolun üstündə oturub bizim musiqimizi dinləyən, bizə alqışlayan hər bir kəs əlbəttə ki, bizimlədir. Və burada mənim əsas məqsədimdir ki, biz Azərbaycanlılar bir olaq, bir yerə yığışaq. Bu mənim nə birinci və inşallah ki, sonuncu tədbirim deyil və biz dəfələrlə bunu yenə də edəcəyik. Sağ olsun, Torul da buradadır, o da mənə çox təşəkkür edir. Bu cavan uşaqlar burada doğrudan da həqiqətən bizim Almanlar deyir, şatsdılar. Onlar doğrudan da bir bizim gələcəyimiz və uşaqlar da bu səfər mən uşaqları da cəlb elədim və düşünürəm ki, onlar da bizim musiqimizin içərisində böyüyəcəklər. Və həmçinin də burada xarici qonaqlarımız da var idi, yəni yerli və o da bir daha da bizim milli musiqimizi, Azərbaycan musiqimizi insanlara tanıtmaq. Çox böyük bir işi həyata keçirdiniz. Bir daha təşəkkür edirəm. Buyurun, Çox sağ çox sağ olun. olun. Bu Siz də sıx sağ olun. qrafikdə bizə vaxt ayırdınız. Çox sağ olun. Xəyallarımın ardınca verilişinin növbəti buraxılışı sona çatdı. Biz sizə təşəkkür edirik izlədiyiniz üçün. Növbəti buraxılışlarda görüşmək ümidi ilə hələlik deyirik. Sağ olun.